Bismillah, elhamdülillah ve sallallahu ve sellem ala nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecma'in. Allah'a hamd olsun, onun sonuncu Peygamberi Muhammed sallallahu aleyhi ve selleme Allah'ın salamı olsun, salavat olsun. Onun yolunu düzgün şekilde tutup gidenlere Allah'ın salamı olsun. Hamımızı Allah'ın salamıyla salamlayıram. Esselamu aleykum ve rahmetullahi ve berekatuhu. Hamımız hoş gelmişsiniz. Allah Teala mübareklesin. Allah Teala bu aləni, bu izdivacı Allah Subhanahu Teala xeyir bərəkət versin, salih zürriyyət versin onlara. Ataların, anaların Allah Teala göz bebeğini sevindiren salih evlatlar versin onlara. Elhamdülillah çok güzel bir məclisdir, ürək açan bir məclisdir. Necə gözəl olmasın, necə ürək açan olmasın ki orada heç bir haramdan söhbət belə gedə bilməz. Həmçinin necə gözəl olmasın ki, Muhammed sallallahu aleyhi ve sellem buyurur ki, Allah'ın adıyla başlanmayan heç bir işdə xeyir yoxdur. İnşallah ki, bütün xeyirlər, bərəkətlər hamısı buradadır. Allah'ın sevdiği, razı qaldığı bir məclisdir. Muhammed sallallahu aleyhi ve sellem bir hədisdə buyurur ki, həlak edən 7 dənə günah var. Ondan çəkinin. Bir hədisdə, bir əgər ayədə o günahların adı həlak edici, o günaha ki lənət gəlib, Allah lənətləsin, Allahın, mələklərin lənəti olsun, o günahlar böyük günahdır. Və bu hədisdə də həlak edici 7 günah haqqında Muhammed sallallahu aleyhi ve sellem bizə xəbər verib, ən böyüyü Allah'a şərik qoşmaqdır. Allah səni yaratdığı halda, sənə ruzu verdiyi halda, sən ondan istənilməsi lazım olan şeyləri ondan qeyrisindən istəyirsən, ondan qeyrisinə yönəldirsən, bu Allah Teala'nı qəzəbləndirən ən böyük günahdır. Allah qorusun, ən böyük günahlardan biridir. Sonra bu hədisdə Muhammed sallallahu aleyhi ve sellem içki haqqında danışır və buyurub ki, içki həlak eləyir. Və başqa hədisdə Muhammed sallallahu aleyhi ve sellem buyurub ki, içki bütün günahların başıdır. Başqa hədisdə deyir ki, bütün günahların anasıdır. Başqa günahlara o deyilməyib. Amma fikir verir, içki haqqında deyilib. Çünki içki ağlı örtür. Ağlı örtəndən sonra Allah qorusun insan bütün o birisi günahların qapısı insana açıqdır. Başqa günahlar da çox adidir. Çünki ağlı başda olmur. Nə gözəldir. Və bu cür məclislər, əlhamdülillah, beyin, baş, təmiz, ağız dayanı qulaq eşitir, gözəllik, hamı bir-birinə xeyir dua eləyir. Neçə illərdir bir-birini görməyən görüşür və qutaranda da məclis hamı gözəl şəkildə dağılışır evinə. Bunlar hamısı dindir, İslamdır, bu bizim dinimizin gözəlliyidir. Harada pislik var, harada pis nə varsa onu Allah Teala və onun Rəsulü qadağan eləyir. Ola bilməz ki, qadağan olunan şeylərdə xeyir olsun. Heç vaxt ola bilməz. Şərdir, içki ən böyük şərdir, Allah qorusun. Bütün məclisləri körür, qardaşı qardaşa düşmənləyir, atanı evlada düşmənləyir, evladı ataya düşmənləyir, insanı gözdən salır, Allahın gözündən, Allah Teala'nın yanında insanın qədri olmur, qiyməti olmur, insanların yanında insanı hörmətdən salır. Bundan pis nə ola bilər? Sən təsəvvürlə ki, bəzən görsən beləsi məclislərdə içkini qaldırır, İnsan içkini qaldırır və deyir ki, Allah xoşbəxtləsin. Qaldırdığı da ki, haram. Qardaşım, orada hansı xoşbəxtlikdən söhbət gedə bilər? Allah Teala onu haram eləyib. Bir hədisdə 8 dənə içki barədə olan şeylərə lənət gəlib. Allah Teala lənət eləyib. İçənə, süzənə, o şeyi çəkdirənə, istehsal eləyənə, daşıyana, daşıtdırana və s. Orada neydən? Hansı xeyirdən, hansı xoşbəxtlikdən söhbət gedə bilər? Allah qorusun, sən təsəvvür ki, o alənin təməli haramla, Allahı razı salmayan əməllərlə qurulur. Sadəcə istədim qısa belə şeylərə toxunum ki, bəzi adamlar görsən fikirləşir ki, bu nə oldu, elə gəldik, getdik, nə oldu, niyə içki olmadı, nə bilim filan. Vallahi bu gözəllikdir. Allah şahiddir, Allah Teala'nın haram elədiyi heç bir şeydə xeyir yoxdur. Elhamdülillah ki, indi hamı artıq bunu istəyir, belə məclislər istəyir. Vallahi neçə olub, nə qədər məclislər, durub yaşlı ağsaqqal gəlib bizə deyib ki, bax, mən oğlumun toyunu belə eləyəcəm, gəlin hamımız, gəlin, bu cür iştirak edir. Vallahi, sevindirici haldır, gözəldir, elhamdülillah.
Biz də öz növbəmizdə dua edirik. Allah Taala xoşbəxt eləsin. Allah Taala salih zürriyyət versin. Nə kimi xeyirlər var, Allah Taala bu ailəyə versin. Nə kimi şərlər var, Allah Taala bu ailədən qorusun. Allah Taala bizə faydalananlardan eləsin. Bir daha Allah Taala mübarək eləsin. Esselamu aleykum və rahmetullahi və bərəkatuhu.